Hərbi hissədə xidmət aparan gənc əskər Allaha inandığına görə hər dəfə hərbiçi yoldaşları tərəfindən məxsərəyə salınırdı. Bir gün kapitan onu hərbiçilərin önündə rüsvay etmək qərarına gəlir. O əskərə zəng edir və deyir, gəl maşının açarlarını götür və komendant binasının qarşısına sür. Əskər cavab verdi, mən axı maşın sürə bilmirəm. Kapitan isə o zaman Allahdan yardım istə, bizə onun varlığını sübut et dedi. Gənc əskər açarları götürdü və maşına yaxınlaşaraq dua etməyə başladı. Sonra kapitanın dediyi kimi maşını komendant binasının qarşısına sürdü. Gənc əskər maşından çıxdıqda bütün əskərlərin ona təəccüblə baxaraq donub qaldıqlarını gördü. Bəzi əskərlər isə ağlayırdı. Gənc əskər təəccüblənmişdi və nə baş verdiyini soruşdu. Kapitan sakitcə maşının kapotunu yuxarı qaldırdı. Maşında mühərrik yox idi.